Qasım İmam Həsənin oğludur. 13 yaşda uşaq gecə, Aşura gecəsi hamı sevinir, bu qəmlidir, dizin qucaqlayıb oturub. Dedilər, nə olub sənə? Dedi, sözüm mən əmmə deyəcəm mən, əmmə sözüm var. Gəldi oturdu İmam Hüseynin yanında, dizlərini qucaqladı. İmam deyir, gördü ki, o söz demək istəyir, ədəb imkan vermir. Baxdı ona, dedi ki, ay mənim qardaşımın balası, nəsə sözüm var deyəsən. Dedi ki, əmi siz dedi, sabah hamı şəhid olacaq, mən narahatam, görəsən mənə də qismət olacaq ya yox. İmam soruşdu, keyfəl mavtə indək, ölmə münasibətin necədir? Dərhal dedi, əhla minəl əsəl, şəhadət, şəhidlik mənim üçün baldan da şirindir. Qorxuram mənim əlimdən çıxar bu neymət. İmam ağladı, dedi, ağır bir dərdə düçar olandan sonra sən şəhid olacaqsan. Səhərsi gün gəldi, İmam Hüseyndən icazə istəyir. Bilmirəm niyə görə tarixdə bu qəribə bir haldır. İmam Hüseyin ona dedi, yox, icazə vermirəm sənə. Deyirlər ki, dedi, icazə vermirəm. Düşdü, əllərindən öpdü. Düşdü ayağından öpməyə, İmam deyir, onu qaldırdı, bağrına bastı. Uzaqlaşdılar, qaldılar. Bir müddət sonra bir cür vasitə ilə icazə aldı, İmamın əlindən çıxdı, icazə ilə getdi meydana. Düşmən yazır ki, 14 gecəlik ay kimi cavan oğlan gəldi meydana. Əyninə zireh tapılmamışdı. Dedi ki, o kəs ki, onu öldürmək istəyirsiniz, o mənim əmim Hüseyndir, onu siz öldürmək istəyirsiniz. Mən Həsən oğlu Qasiməm. Danışdı, deyir, namərdlər hücum elədilər, çox şücaətlə vuruşdu, 100 nəfər mühasirəyə almışdı. Çağırdı ki, va əmma, ey əmim. Deyir ki, yazırlar ki, İmam Hüseyin işıq sürəti ilə özünü çatdırdı, toz qalxdı, gördü ki, zərbə vurublar Qasimə, düşmən qaçdı, Qasim İmam Hüseynin dizinin üstündə. Ayaqlarını deyir, yerə vurur, əmsini çağırır. İmam Hüseyin ağlaya-ağlaya dedi ki, mənim üçün çox çətindir, səni bu halda görüm, kömək eləyə bilməyim. Ayaqların qaldırıb vururdu. Elə o halda dünyadan getdi, ruhu bədənindən ayrıldı.